Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcək. İndi isə baxaq bugünkü mövzumuza cümlənin əsası rəy. Cümlənin əsası dedikdə cümlənin əsası iki hissədən ibarət. İcraçı, hərəkət. Məsələn, Xədicə məktəbə gedir. İcraçı Xədicədir, gedir hərəkətdir. Baxaq uşaqlar rəyə. Rəy ərəb sözü olub, bir şey haqqında fikir, mülahizə, söz mənasını verir. Əsər haqqında fikir, münasibət ifadə edən yazı rəy adlanır. Rəy aşağıdakı formada yazılır. Rəy yazacağınız mətnin adı, mətndə nədən danışılması, bəyəndiyiniz hadisə və ya obraz, bəyənmədiyiniz hadisə və ya obraz, əsərə verdiyiniz qiymət. İndi isə keçəyin testlərimizə. Baxaq uşaqlar. Hansı cümlədə tələffüzündə səslərin sayı, hərflərin sayından çox olan söz var? O yeni ayaqqabı aldı, yoxdur. Əli nənəsinə kömək etdi, burada da yoxdur. Payızda çoxlu yağışlar yağır, burada da yoxdur. Bizim ailəmiz çox geniş ailədir. Ailəmiz, burada y var. Demək nədir? D bəndində hərflərin sayı, səslərin sayı hərflərin sayından çoxdur. Baxırıq indi də ikinci sualımıza verilmiş sözləri hansı ardıcıllıqla qursaq cümlə alınır. Yeməkdən gedəcəyik parka, sonra anamla mən. Necə olur uşaqlar? Anamla mən yeməkdən sonra parka gedəcək. Hansı bəndimiz uyğun gəlir? A bəndimiz uyğun gəlir. Baxırıq üçüncü sualımıza. Hansı cümlənin tərkibində aşağıdakı sualların cavabı var? Soyuq külək əsdi. Nə? Soyuq külək nə etdi? Əsdi. Hansı bəndimiz uyğundur uşaqlar? Elə A bəndimiz uyğundur. Baxırıq indi də dördüncü sualımıza. Baxaq uşaqlar dördüncü sualımıza. Boş qutucuqlara uyğun gələn icrası və hərəkət bildirən sözlər hansı bənddə doğrudur? Dərmanları necə qəbul etməyi xəstəyə, həkim dərmanları necə qəbul etməyi xəstəyə izah etdi. Hansı bəndimiz uyğun gəlir uşaqlar? D bəndimiz uyğun gəlir. İndi isə baxırıq 5-ci sualımıza. Verilmiş cümləni hansı şəkil tamamlayır? Aylin hər səhər dişlərini fırçalayır. A bəndimiz uyğundur. Əsər haqqında fikir, münasibət ifadə edən yazı nə adlanır? Əlbəttə ki, dedik, rəy adlanır. Keçirik indi də 7-ci sualımıza. Baxaq uşaqlar 7-yə. Şəkili ifadə edən cümlə hansı bənddə doğru verilib? Uşaqlar məktəbdə dərs oxuyurlar, balacalar parkda oynayırlar. Elə B bəndimiz uyğun gəlir. Baxırıq 8-ci sualımıza. Cümlələri doğru formada tamamlasaq, hansı söz kənarda qalar? Əli çantanı götürüb ortaqdan çıxdı. Satıcı bizim üçün meyvələri yığdı. Uşaqlar nənənin çantalarını daşıdı. Hansı qalar kənarda uşaqlar? Bişirdi. Cavabımız olur. B bəndi, D bəndi. Baxırıq indi də 9-cu sualımıza baxaq uşaqlar. Cümlədəki boşluğa crossworddakı hansı söz yazıla bilməz? İçməyi xoşlayırsan. Çay içməyi, süd içməyi, su içməyi. Ancaq armud olmaz. Cavabımız olur. Hansı? A bəndi. Baxırıq indi də 10-cu sualımıza, baxaq uşaqlar 10-cu sualımıza. Verilmiş suallar cümlələrdə altından xətt çəkilmiş sözlərə uyğundur. Hansı bənddə səhvə yol verilib? Baxırıq. Cavan oğlan hamıya kömək etdi. Kim? Oğlan hamıya kömək etdi. Demək elə burada A bəndimiz uyğun gəlir. Oğlan olmalıydı. Hekayə çox maraqlı idi. Nə hekayə? Müəllim sinifə hamıdan tez gəldi. Kim? Müəllim. Bakı çox gözəl şəhərdir. Hara? Bakı. Cavabımız hansıdır? A bəndimiz. Baxırıq 11-ci sualımıza. Paltarları sözü hansı hərəkət bildirən sözlə davam etsə mənalı cümlə alınmaz. Paltarları yudum. Paltarları tikdim, paltarları ütülədim. Ancaq paltarları yatdım, olmaz. Cavabımız olur hansı? D bəndi. Baxırıq indi də 12-ci, sonuncu sualımıza. Cümlələri uyğun gələn hərəkət bildirən sözləri seçməklə tamamlayın. Dünən mağazada Aytəni gördüm. Mənim sənə dediklərimi heç kim bilməsin. Biz 15 dəqiqədir ki, dayanacaqda avtobus gözləyirik. Hansı bəndimiz uyğundur? Əlbəttə ki, D bəndimiz uyğundur. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.